Salam dəyərli üzvlər. Hər vaxtınız xeyir. Ümid edirəm ki, hər biriniz yaxşısınızdır. Mən Dərya Qrup təsisçi və rəhbəri Aytaç Məhərrəmova. Dərya Qrup olaraq bu gün bizim növbəti ödənişsiz vebinarımız keçiriləcəkdir. Vebinarımızın təlimçisi, təhsil tədqiqatçısı Orxan Bəyev olacaqdır. Orxan bəy, bir daha axşamınız xeyir. Uğurlu vebinarlar arzu edirəm. Başlaya bilərik. Təşəkkür edirik. Başlaya bilirik, başlayaq. Deməli, bugünkü mövzumuz, hər biriniz axşamınız xeyir bu arada, Piaget və Vygotsky nəzəriyyələrinin müasir təhsildə aktuallığı ilə bağlıdır. Bu mövzunu seçəndə bir hissə mənim hə, bu hissənin üzərində çox düşündüm, çünki son zamanlarda biraz oxumalarımı bu mövzu üzrə aparıram və ümumiyyətlə hər dəfə daha yeni bir məqalə və yaxud yeni bir kitab oxuyanda və başa düşürəm ki, əslində bizim təhsil sistemimiz bu əsasən də Piaget yanaşmaları üzərindən inşa olunsa da, bu yanaşmalardan xeyli uzaqlaşmışıq və bir çox hallarda da yeni, yəni müəllimlərin diqqət mərkəzlərinin daha çox rəqəmsallıq və yaxud rəqəmsallıqla öyrənmə, ən azından daha çox belə deyəlim trend mövzular üzrə fikirlərini zəmləyiblər. Amma düşündüm ki, qısa bir xatırlatma olaraq ən azından təhsilin özünə bir dönüş baxımından təbii ki, tam detallı şəkildə biz burada nəzəriyyələrin içinə girməyəcəyik. Sadəcə bu nəzəriyyələr harada vacibdir, nə üçün vacibdir, onlara toxunacağıq. Elə ən əsas hissənin birinci sualda onu qoymuşuq ki, nə üçün bu mövzunu seçdik? Ümumiyyətlə, Piaget və Vygotsky nəzəriyyələri uşaqların öyrənmə prosesində yalnız bilik qazanmaq kimi deyil, eyni zamanda düşünmə, məna qurmaq və sosial münasibət qurmaq prosesi kimi də izah edir. Yəni, bir bütün prosesdir, yəni təhsil bir bütün olaraq ələ alır. Bizim də hər zaman dediyimiz əslində elə təhsilin o dörd bucağına buna görə hər zaman vurğulayırıq. Buradakı dörd bucaq valideyn, müəllim, şagird və nəşrlər olaraq da nəzərdə tuta bilərik. Bu nəzəriyyələri bilmək Azərbaycan təhsil sistemində həm müəllim, həm valideyn, həm də şagird üçün bir sıra düşüncə dəyişikliyi yarada bilir. Əslində təhsil sistemləri bunun üzərinə qurulsa da, bayaq dediyim kimi, ya unudulub, ya da tətbiq olunmur. Burada belə bir sıxıntımız var. Çünki indi bir sonraki danışdığımız hissələrdə də başa düşəcəyik ki, bir çox hallarda biz Piaget, Vygotsky, daha çox Piaget üzərinə biz ola bilər, yəni demək olar ki, müəllimlər bunun üzərinə təhsil alırlar, pedaqojimiz bunun üzərinə qurulub, tədris prosesimiz bunun üzərinə qurulub, amma tətbiq hissəsində çox böyük sıxıntılar yaşayırıq. Ümumiyyətlə, bu Vygotsky və Piaget-in, yəni təhsilin əsas iki sütununu müəllimlərin bilməsi hansı faydaları var? Yəni, müəllim üçün ən azından bu nəzəriyyələr dərsini anlatmaqdan çox şagirdi düşündürmək mərhələsində keçidini təmin edə bilər. Vygotsky-nin yaxın inkişaf zonası prinsipi müəllimlərə göstərir ki, uşağı yalnız hazır biliyə çatdırmaq deyil, onu müstəqil düşünməyə doğru istiqamətləndirmək də lazımdır. Valideyn üçün mən düşünürəm ki, bu da önəmli mövzulardan biridir. Ümumiyyətlə, bu elə bir mövzudur ki, valideyn, yəni müəllim təbii ki, bunu tam şəkildə, elmi əsaslı şəkildə bilməlidir, amma valideynlər də az-çox bu inkişaf mərhələlərindən, ümumiyyətlə uşaq psixologiyasından, uşaq pedaqogikasından biraz məlumatlı olmalıdır. Çünki öz övladlarının ən azından inkişaf dinamikasına hansı mərhələdə olduğunu bilməli və yaxud da ki, hansı aralıqda geriyə qalır və yaxud irəli gedir hissələrini görə bilər. Mən bunu öz övladlarım yetişərkən, yəni böyüyərkən hiss etdim. Yəni onlara daimi olaraq bir ən azından bir gözləm şəklində hər birini izləyə bildim ki, uşaq hansı yaş dövründə nələri bacarır, nələri bacarmır, harada geriliyi var, harada onu qabağa çəkmək lazımdır. Bu kimi hissələri valideynin bilərəkdən bilərək bunu izləməsi çox faydalıdır. Ən azından mən bunun nümunəsini öz övladım, oğlum üzərindən verə bilərəm. Oğlumun 2 yaşı var idi. Təxmini 1 yaş 5 aylığa qədər demək olar mən çağıranda ona reaksiya vermirdi mənə. Hətta bəzən anasına da reaksiya vermirdi və başa düşürdüm ki, burada mən hər zaman fikirləşirdim ki, övladım anası ilə məşğuldur, yəni anası onunla məşğuldur, nənəsi, babası və yaxud da ailəsi var, köməklik göstərirlər. Mənim onunla ilgilənməyimə ehtiyac yoxdur, amma 1 yaş 6 aylığında artıq başa düşdüm ki, mən onunla özüm də məşğul olmalıyam, onunla danışmalıyam, söhbət etməliyəm və s. Və 1 yaş 6 aylıqdan sonra ondan başladıq, yəni mən özüm də bir müdaxilə etməyə və təbii ki, başqa uşaq psixoloqlarla birlikdə bunları həyata keçirdik
və uşaq artıq həm reaksiya verir, həm artıq 2 dənə sözlü cümlələr qura bilir. Yəni inkişaf mərhələsi öz istədiyimiz səviyyəyə gətirib çıxartmışıq. Yəni demək istədiyim, valideynlər burada bilinçli bir şəkildə bunları bilərək öz övladlarını yetişdirsələr, düşünürəm ki, onlar üçün də faydalı olar. Valideyn üçün bu nəzərə uşağın yaşına uyğun olaraq gözlənti formalaşdırır. Piaget göstərir ki, 7 yaşında uşaq misal üçün deyir ki, konkret təcrübələrə söykənərək düşünür. Yəni bir şey izah etdikdə, təcrübə üzərindən izah etdikdə başa düşür. Misal üçün bir ağır bir şeyi ona verib ağır olduğunu göstərmək və yaxud biz hər zaman kitablarımızda və yaxud nümunələrimizi pişik üzərindən veririk. Çünki bilirik ki, uşaq bu pişik nümunəsi bunun yəni təsəvvüründə var. Və yaxud da ki, daha sonra başqa bir nümunə verək ki, yəni bu təcrübələr üzərindən daha sonrakı yaşlarında isə abstrakt formada onların yaşı artdıqca düşünməsi formalaşa bilir. Ona görə bəzən valideynlərə də bu hissələri bilməsi çox vacibdir. Çünki mən özüm yenə də nümunə üzərindən verə bilərəm. Övladım, qızım məktəbə qədər hazırlığa başlayanda baxdım müəlliməsi artıq onlara məktəbə qədər hazırlığın demək olar ki, ortalarındanmı yoxsa əvvəllərindən Sait, Samit və yaxud da riyaziyyatda yəni hələ ki yaşına və yaxud da ki, deyərdim, qabaqda öyrənə biləcəyi məlumatları indidən uşaqlara yükləyir və bunun problem olduğunu görərək, yəni ən azından müəllimlə danışıb həll etməyə çalışdıq. Hətta alınmadığında da qızımın sinifini dəyişdim. Yəni mən düşünürəm ki, uşağın həm yaş səviyyəsinə uyğun olaraq biliklər ötürülməlidir. Lazımsız şəkildə uşağı doldurmaq önəmlidir. Təbii ki, birazdan biz toxunacağıq Vygotsky ilə uşağın götürə bildiyini onu ötürməkdə fayda olduğunu danışacağıq. Amma sinif səviyyəsində və yaxud deyək ki, hələ 1-ci, 2-ci sinifdə və yaxud 3-cü sinifdə keçəcəyini ona məktəbə qədərdən yükləməyin və bəzi mövzuların da ki, yəni onun indi bu yaşdan bilməsinin çox da faydası olmadığı hissələr var. Onlara da birazdan toxunacağıq. Şagird üçün bu yanaşma ona göstərir ki, səhv etməkdən qorxmamaq lazımdır, sınamaq və müşahidə yolu ilə öyrənmənin önəmindən danışır. Elə Vygotsky-də və yaxud Piaget-də, yəni bütün demək olar ki, elə pedaqoji hissələrini uşağın səhv edərək öyrənməsi üzərinə vurğulayırlar. Yəni Piaget və Vygotsky-yə görə səhv öyrənmənin təbii mərhələsidir, uğursuzluq deyil. Əslində bu özlüyündə çox vacib öyrənmədir. Yəni səhvlə öyrənmə elə öyrənmənin mərkəzidir. Bununla bağlı elə mən qısa bir zaman öncə bir videoda paylaşmışdım. Yəni bu nəzəriyyələr Azərbaycan təhsilində ən ciddi problemlərdən biri olan əzbərçi və uşağın subyekt kimi iştirak etməsi məsələsinə dəyişiklikdə kömək edə bilir bizə. Daha sonra qarşımızdakı problemlər nələrdir? Yəni ümumiyyətlə bu mövzuları öyrənməyimizdəki problemləri həll etməyi nəyi düşünürük? Onlar haqqında da biraz qısa danışmaq istəyirəm. Bugünkü Azərbaycan məktəblərinin təhsilinin əsas problemi biliyin ötürülməsidir. Yəni ki, bunu hər biriniz mənimlə razılaşarsınız və düşünmənin formalaşması, yəni biliyin ötürülməsi ilə düşüncənin formalaşması arasında balans demək olar ki, pozulub. Sadəcə uşaqlara, yəni ancaq məlumat ötürmə düşüncəsi. Çünki düzdür, burada müəllimləri də qınamalıdır. Çünki biz düşünürük ki, imtahan mərkəzli bir təhsil sistemi isə uşaq nə qədər çox biliyi bilsə, təhsildə ona, yəni imtahanda bunu tətbiq edib daha yüksək nəticə əldə edə bilər. Amma bu da öz-özlüyündə bunun ziyanları ilə qarşı-qarşıya olduğumuzu göstərməliyik. Şagirdlər tez-tez misal üçün düz cavabı tapmaq üçün yarışırlar. Yəni bu problemlərdən biri odur. Amma nəyə görə belə düşündüklərini izah etməyə təşviq olunmur. Yəni misal üçün adi uşaqlara 3-də 5 və yaxud hər hansı bir riyazi sual verilir, tez cavabı istənir. Amma uşağın onun üzərinə düşünüb cavab tapmasında deyərdim ki, heç bir şəkildə təşviq olunmur və bu, mən açığını deyim ki, özüm uşaq olanda da, ibtidai sinifdə və yaxud da məktəbdə oxuyanda da bu belə idi. İndiki vəziyyətdə baxdığımızda da belədir və bunun üzərinə heç bir şəkildə düşünülmür. Hətta keçən dəfə bir video qarşıma çıxdı. 1969 yoxsa 68-ci ildə Azərbaycan çəkilən bir kinodur. Hətta bununla bağlı bir videoçarx da hazırlayacağam çox yaxın zamanda. Orada sualın quruluşu belə idi ki, yəni o uşaq əlinə dəftər yoxsa kitab alıb atasına deyir ki, ata mən bu sualı həll edə bilməmişəm. O da deyir, ay baba, hansı sualdır? Ata sual oxuyur. Bir borudan hovuza nə qədərsə neft tökülür, ikinci borudan tökülərsə nə vaxtda dolar və s. Yəni düşünün 60 ildir sual nümunələrimiz belə dəyişməyib, çünki üzərinə düşünmək və yaxud anlatmaq istəmirik. Bizimki məqsəd odur ki, ancaq riyaziyyatı bu hissədə öyrənibsə, keçək başqa bir məlumata, daha çox məlumatı yükləməyə çalışaq. Burada isə Piaget-in koqnitiv, yəni struktur qurma mexanizmi, yəni uşağın yeni biliklə əvvəlki təcrübəsi arasında bir əlaqə yaratması qarşısı alınır.
Müəllimlərin bir çoxu öyrənməni məzmununa əsaslanaraq planlaşdırır. Halbuki Vygotskyaya görə təlimin effektivliyi sosial münasibətlərdən və dil vasitəsilə qurulan qarşılıqlı fəaliyyətdən asılıdır. Yəni müəllimlə münasibəti ola bilər, oradakı sosial digər əlaqələr ola bilər, müəllimi sevəndə uşaq daha çox rahat mövzunu öyrənə bilər. Yəni ümumiyyətlə dərslərimizdə demək olar ki, düzdür, yuxarı siniflərə getdikcə bu daha da artmış olur. Yəni ibtidai sinifdə bu sosial əlaqələr biraz özünü qoruyub saxlaya bilir. Amma yenə də düşünürəm ki, kifayət qədər deyil. Valideynlər isə bir çox zaman uşaqların öyrənmə tempini digər uşaqlarla müqayisə edir və fərdi inkişaf fərqlərini heç bir şəkildə qəbul etmirlər. Yəni Vygotskyinin bu yaxın inkişaf zonası prinsipini. Yəni dediyim kimi, bu mövzuları ən azından valideynlər qısa şəkildə bilə bilsələr, başa düşə bilər ki, yəni o uşağın ola bilər ki, yaxın inkişaf zonasında hansısa bir tanışı və yaxud atası və yaxud hansı bir qohumu və yaxud bu vaxt bundan öncəki seminarımızda danışdığımız Pierre Bourdieu'nun o habitus sosial və simvolik kapitalları ilə gələn uşaqlarla siz öz uşaqlarınızı bir-bə-bir qiyaslamamalısınız. Yəni bu qiyaslamaların axırı da heç bir şəkildə yaxşı nəticələr verməyə bilir. Nəticədə uşaqlar məlumatlı olurlar. Təbii ki, yəni misal üçün uşağa ümumi olaraq bir riyaziyyatla bunu bilirsən, onu bilirsən deyərək bəli deyirlər, amma analitik və yaradıcı düşüncədən uzaq böyüyürlər. Bunun ən əsas nəticəsi də bizim elə bu yanaşma ilə böyüyən şagirdlərimizin PISA imtahanlarındakı nəticəsinə baxa bilər. Yəni PISA imtahanlarındakı riyaziyyata baxanda normal, yəni belə qıraqdan baxanda sanki düşünürsən ki, ümumiyyətlə bu riyaziyyat sualının riyaziyyatla əlaqəsi yoxdur. Amma orada ən əsas uşağa riyaziyyatı əslində analiz etmək, yaradıcı düşünərək suallara cavab verməsi istənir. O da təəssüf ki, bizim uşaqlarda belə bir problem olduğu üçün, yəni bunu düşünə bilmədikləri üçün nəticələrimiz çox zəif olur. Əslində yəni riyaziyyatla bağlı bizim cəmiyyət olaraq düşündüyümüz böyük bir səhv var ki, biz riyaziyyatı yaxşı bilirik. Əslində araşdırdığımızda görürük ki, biz sadəcə riyaziyyatın düsturlarını ən yaxşı halda yaxşı bilirik. Həyata tətbiqdə, dünyanın anlamaqda və yaxud qarşımızdakı problemləri həll etməkdə riyaziyyatı biz bilmirik. Yəni biz riyaziyyatı dediyim kimi formulları yerinə qoyub cavabları tapmağı, bəli, bəlkə də yaxşı bilə bilərik, amma ümumi olaraq riyaziyyatı anlamaqda sıxıntı yaşayırıq. Çünki riyaziyyatı anlamağımız üçün gərək bizə məktəbə qədər yaşlardan riyaziyyatı həqiqətən də izah edərək və riyaziyyatı həyatla əlaqələndirərək öyrə bilməli. Elə bu da Vygotsky və Piaget'in də bu əsas toxunduqları hissələrdən biri də budur. Yəni riyaziyyat bacarıqları həyatın özünü göstərəsinə, riyaziyyat da özünü necə göstərir? Praktikadan qopmuş, gündəlik həyatdan qopmuş riyaziyyatlar öyrədilir. Yəni əsasən ibtidai siniflərdə uşaqlara abstrakt düşüncə üzərindən formalaşan bir riyaziyyat öyrədilir. Yəni xəyali misallar həll edirik, xəyalı suallar üzərində düşünürük, amma heç bir şəkildə bunu praktika yolu ilə yəni heç bir şəkildə deməyək, daha çox sual nümunələri üzərindən də. Yəni uşaqlar bunu gündəlik həyata tətbiqdə çox sıxıntı yaşaya bilirlər. O vaxt yadınıza gəlirsə, indi yəqin ki, indiki uşaqlarda da var. Bizim dövrümüzdə uşaqlara əllərində o çubuqlar olurdu saymanı təzə vaxtda öyrənəndə və yaxud toplama çıxmanı onun dairəsində edəndə. Yəni bu çubuqlar vasitəsilə biz toplamanı, çıxmanı ən azından yəni praktik şəkildə həll edirdik ki, yəni gördüyümüz, yəni birazdan keçəcəyimiz əməliyyat öncəsi dönəmdən və yaxud digər dönəmlərdən, konkret dönəmlərdə uşaqların özünü fiziki olaraq əlində tutub bunu hesablaya bilməsi üçün önəmli vasitələrdən biridir və yaxud bunu başqa cürdə uşaqlara öyrətmək üçün gərək bu kimi praktikalarımızı artıra bilək. Sonra rəqəmsal dövrdə bu mövzu nə üçün vacibdir? Çünki bir çox hallarda artıq yeni trendlərdən biridir süni intellekt öyrənmə, rəqəmsal dövr və yaxud bununla bağlı olaraq hazırlanan təlimlər və yaxud mövzulara daha çox ilgi olur. Ona görə də dedim ki, yəni rəqəmsal dövrdə də bu mövzu nə üçün vacibdir? Belə bir sual qoyum. Rəqəmsal dövrdə uşaqların qarşısında saysız təbii ki, məlumatlar var internetdə, onlayn kurslarda və yaxud necəsə. Onlar bu məlumatı bilik və anlayışa çevirmə bacarığı getdikcə zəifləyir. Çünki bunu praktikada, fiziki, əyani şəkildə bilmədikdə uşaq bunu rəqəmsal onlayn platformalarda öyrənməsi daha da çətinləşir. Yəni Piaget'in aktiv öyrənmə, Vygotsky'nin sosial öyrənmə prinsipləri bu problemin həllinə yönəldir. Müasir təhsil texnologiyaları, onlayn platformalar, rəqəmsal oyunlar, interaktiv tətbiqlər, yəni bunların hamısı düzgün istiqamətlənməsə uşağı sadəcə passiv istehlakçıya çevirir. Yəni o oyunlar olur, bəzən valideynlər və yaxud müəllimlər də sevinir ki, şagirdlər və yaxud övladları
bu oyunları, yəni riyazi bir oyun və sairə oynayır. Amma bunlar sadəcə əzbərə yönəlmiş bir oyunlar səviyyəsinə və yaxud bir kurslar səviyyəsinə gəlib çıxır. Amma bu nəzəriyyəyə əsaslanaraq texnologiyanı öyrənmə vasitəsinə çevirə bilərik. Yəni bunları danışdığımızda əslində bir baxıma da öz xəyalımıza da canlandıra bilərik. Yəni tez-tez bizə nümunə verilən bu Finlandiya təhsil modeli və yaxud Yaponiya təhsil modeli uşaqlarla niyə qrupla iş verirlər, niyə yaxud bunların elə hər birini tətbiq etdiyimizdə elə Finlandiya təhsil modeli olmuş oluruq. İndi birazdan da o mövzuya daha geniş toxunacağıq. Peşəyə görə misal üçün öyrənmə uşağın aktiv hani manipulyasiyasıdır. Yəni türklər buna uyarılmasını deyirlər. Yəni təpki verilməsi uşaqlara, yəni misal üçün bir hər hansı bir rəqəmi və yaxud bir toplamanı öyrətdiyimizdə mənə 2 alma, 3 armud gətir deyə bilərik. Yəni uşaq bu 2, 3 alma, 2 almanı fiziki olaraq, yəni bu sadəcə rəqəm deyil, bunun arxasında hər hansı bir miqdar dayandığını görərək ən azından sualları formalaşdıra bilir, beynində canlandıra bilir. Yəni 3 alma, 2-ni armudu görür və bu bir sonrakı dövrlərdə də, yəni bir sinifləri artdıqca riyaziyyatda bu tənliklər olur. 3x + 2y kimi sualları da özündə artıq, yəni o uşaqlıqdan doğru şəkildə formalaşan riyaziyyat böyüdükcə bu abstrakt düşüncəyə keçdikcə də o hissələrdə özünü daha yaxşı büruzə verir. Yəni uşaq artıq canlandıra bilir buradakı hissəni. Burdan əlavə olaraq da sınaq və müşahidə imkanı yaratmaq mütləq şəkildədir. Yəni biz sadəcə rəqəmsal platformalar vasitəsilə uşaqlara öyrədəcəyimizi düşünürüksə, burada böyük bir sıxıntı yaşayacağıq. Vygotskyaya görə isə öyrənmə sosial və dil üzərindən formalaşır. Bu gün bu funksiyanın virtual əməkdaşlıq, qrup layihələri və beynəlxalq onlayn siniflər yerinə yetirə bilər. Uşaqlar üçün bir virtual oyun mərkəzləri də yaradıla bilər. Yəni düzdür, bunlar Azərbaycanda bəlkə də biraz hələ ki utopik görünə bilər, amma yaxın bir zamanda düşünürük ki, bu kimi hissələr də artıq gələcək. Çünki biz istəsək də, istəməsək də bir çox hallarda artıq rəqəmsala keçid olunur və bu rəqəmsala keçid dövründə də ən azından uşaqların birlikdə sosial şəkildə inkişaf etməsi üçün belə bir platformaları yarada bilərik. Rəqəmsal dövrdə bu nəzəriyyələrin aktuallığı ondadır ki, onlar uşağın insani, sosial və mənəvi yönlərini unutmadan texnologiya balanslı öyrənməsini təmin edir. Müasir müəllim və nəzəriyyə bilmək və texnologiyaları məqsədə çevirməyi öyrədir burada. Azərbaycan təhsilində ümumiyyətlə Piaget və Vygotskyinin ideyaları bu gün təkcə akademik bilik üçün deyil, tənqidi, yaradıcı və sosial şüurlu nəsil yetişdirmək üçün də vacibdir. Bir sonraki slaydımıza keçək. Ümumiyyətlə, əsas, yəni seminarımızı bu hissədən başladacağıq. Yəni burada uşaq ümumiyyətlə necə öyrənir? Bu çox vacib bir sualdır. Çünki bütün təhsil sistemini formalaşdıran suallardan elə ən başlıca sual budur. Yəni düşünün Vygotsky və yaxud Piaget ikisi də bu sual üzərindən düşünərəkdən öz yanaşmalarını, təhsil bu nəzəriyyələrini ortaya qoyublar. Uşaq necə öyrənir? Təbii ki, uşaq öyrənmir, kəşf edir. Yəni Piagetin deyildiyi uşaq kəşf edərək öyrənir. Ona verilən biliklər sadəcə dinləmir. Yəni biz düşünürük ki, uşağa sadəcə biz nəyisə deyirik və oradan öyrənir və bunu tətbiq edə bilir. Elə deyil. Yəni uşağın öz dünyası içində təcrübə ilə qurur. Yəni sizin dediyiniz hər bir şeyi o təcrübəyə əsaslandırmalıdır. O Piagetin dediyi şemalar var. Yəni onun şemasında əgər o sizin dediyiniz yoxdursa, o onu bir yerə oturda bilmir. Ona görə o öz təcrübəsinə uyğunlaşdırıb ona uyğun olaraq da sizin dediyinizi öyrənməyə çalışır. Yəni uşaq üçün öyrənmək ağılla yox, hissləri, hərəkəti, dili və münasibətləri ilə baş verən canlı bir prosesdir və sosial bir prosesdir bu eyni zamanda. Uşaq bir anlayışı əvvəlcə görür, sonra toxunur, sonra hərəkətlə sınayır, daha sonra düşünərək və danışaraq mənalandırır. Yəni bu hissə çox önəmlidir, çünki öyrənmə bu 4 mərhələdən ibarət olur adətən. Yəni mütləq şəkildə görmək, toxunmaq, sınamaq, düşünmək və danışmaq şəklində. Amma adətən bizlər keçdiyimiz fənlərdə, keçdiyimiz dərslərdə bu hissələrə çox da toxunmadan, sınamadan və yaxud sınamağı sadəcə bəzi hallarda abstrakt olaraq keçirik, bəzi hallarda uşağın o təcrübəsinə toxunmadan keçirik və bu da uşaqların bir çoxunu anlamadan və yaxud da ki, əzbərləyərək ötüşdürdükləri bir hissəyə gəlib çıxır. Yəni öyrənmə kitabdan deyil, hərəkətdən və söhbətdən doğur. Yəni əgər
dialoq şəklində müəllimə onun təcrübələrinə, yəni uşağın təcrübələri burada çox vacibdir. Ona xitab edirsə, o ancaq o şəkildə öyrənmiş olur. Misal üçün deyək ki, uşaq 5+3-ü 8 olduğunu sadəcə simvol olaraq başa düşə bilər ən yaxşı ehtimal, yəni əzbər şəkildə. Amma əvvəl bunu barmaqları ilə sayıb, sonra oyuncaqları ilə sınaqdan keçirib, daha sonra fikrində canlandırırsa, bu mərhələdə artıq biraz daha anlamağa başlayır və biraz daha o bir məlumatı işləkləşdirməyə imkan yaranır. Bu da təcrübə ilə önəmli görür ki, yəni uşaq artıq təcrübə ilə öyrənmiş olur. Öyrənmə təkcə ağlın işi deyil, münasibətin, hissin və dialoqun nəticəsidir. Öyrənmə sosial düşünmə və hərəkəti də əhatə etməlidir mütləq şəkildə. Bunlar beynimizdə canlandırdıqda, baxın elə Finlandiya medali qarşımıza bu şəkildə çıxmış olur. Uşaq dinləməyi, düşünməyi başqasının baxışında və danışığı isə başqasının səsini dinləyərək öyrənir. Yəni, misal üçün, hər bir hənin arxasında uşağın o yatdığı bir suala cavab və yaxud bir dinlədiyinə cavab tapmış olur. Burada mənim ən əsas öyrənmənin qısaca necə izah edə bilərəm? Ümumiyyətlə, hər fənn ana dili kimi öyrədilməlidir deyə düşünürəm. Bu, hər fənn ana dili kimi öyrədilməlidir mənası nədir? Yəni, düşünün, biz Azərbaycan dilini, yəni ana dilimiz, Azərbaycan dili isə Azərbaycan, rus dillilərdə deyək ki, russki yazır. Biz bunu necə öyrənirik? Misal üçün, yenə də mən öz övladım üzərindən deyirdim. Övladımın nə olur olsun, nəsə söz deməsi, iki sözlü cümlə qurması, səhv olur olsun, necə olur olsun, səs çıxartması, yəni bunun üçün biz can atırdıq. Yəni ailə olaraq ki, uşaqlar danışsın, daha çox söz desin, daha çox fikrini bildirsin də, yəni o yaşda. Yəni bunu etmək üçün biz əlimizdən gələni edirik. Yəni hər bir fənni də biz belə öyrətməliyik. Yəni uşaq necə öyrənir? Misal üçün bir ana sözünü ilk öyrənəndə ananı görür, anaya toxunur, ananın varlığını hiss edir, ananın hansı mənaya gəldiyini yavaş-yavaş qabır. Ən azından o uşaq səviyyədə ona yemək verən, ona qayğısına qalan və s. Daha sonra digər sözləri və yaxud digər mənaları öyrənir və bu şəkildə öyrənmə Azərbaycan dilini hər birimiz ən azından qrammatik də olmasa danışıq dili kimi olaraq mənimsəmiş oluruq və 1 yaşdan sonra artıq hər birimiz Azərbaycan dilindən səlis danışmağı bacarmış oluruq. Və mən düşünürəm ki, bütün digər fənlər də belədir. Yəni uşaq riyaziyyatı da, fizikanı da, həyat bilgisini də, digərlərini də. Yəni hər bir müəllim, hər bir valideyn o uşağın dəfələrlə səhv etməsinə razı olacaq şəkildə bunun yoxlamasını, sınamasını, yəni öz fikrini sınamasını burada ona görə deyirik ki, öz fikrini sınamalıdır. Yəni uşaq dayanmadan səhvə yönləndirilməli. Təbii ki, bilərəkdən səhv etsin deyə. Onsuz da bu bir şey öyrəndikdə onu dəfələrlə səhv edərək öyrənirik. Yəni bu böyüklərdə də belədir. Hər hansı bir deyək ki, bir it üçün ev düzəltmək istəyəndə adi ilk dəfə sən bunu edirsənsə, taxtaları bir-birinə vuranda biri böyük olur, biri balaca olur və s. olur. Yəni bunların hər birinin uşağın öz fikrini sınaması, səhv etməsi, danışması, toxunması və düşündüyünü paylaşması çox önəmlidir. Yəni hər bir, ona görə deyirəm ki, hər fənn ana dili kimi mütləq şəkildə öyrədilməlidir. Yəni və hər fənn ana dili kimi öyrədiləndə də müəllimlər və yaxud valideynlər eyni təmkini onlardan gözləməlidir. Çünki onlar üçün bunlar yenidir. Yəni ola bilər bəzən müəllimlərimiz və yaxud valideynlər özləri başa düşürlər sualı və başlayırlar aqressivləşməyə ki, sən necə bunu başa düşə bilmirsən. Amma o an uşağın fikri orada olmaya bilər və yaxud onu həqiqətən başa düşməmiş ola bilər və s. Yəni onu gərək bu dəfələrlə təkrarlasın, sınasın, səhv etsin və bu şəkildə öyrənə bilsin. Yəni məhz o zaman bilik xaricdən, yəni bunları etdikdən sonra bilik xaricdən gəlmişdir, daxildən yaranmış olur. Bu da Vygotskyinin elə içəriləşdirmə nəzəriyyələri ilə örtüşə bilər. Dərsdə danışmaq, məntiqi buradan. Yəni biz ümumiyyətlə dərsdə danışırıq. Dərsdə müəllimlər bizi danışdırır deyə, yəni biliklərimizi öyrəndiyimiz. Buradakı əslində dərsi danışmaq məsələsi əzbərə gəlib hər hansı bir əzbəri deyil, olmamalıdır. Amma daha sonradan təəssüf ki, bu əzbərə hər hansı bir ədəbiyyatdan o vaxtda bizə yadıma gəlir, şairlərin və ya yazıçıların bioqrafiyası olurdu ədəbiyyat kitablarında, onu oxuyurduq, onun sonra bir əsəri olurdu, onu oxuyurduq, əzbərə gəlib danışırdıq. Əslində uşaqların gəlib dərsi danışması öz fikir, yəni oxuduğunu və yaxud hər hansı bir gördüyü məsələnin misalı öz fikirlə sınayır, səhv edib, danışıb, toxunub və düşündüyünü paylaşması üçün dərsi danışmalıdır. Amma təəssüf ki, bayaq da ilk başda dediyimiz kimi,
Uşaqlar, yəni təhsilimiz bəlli bir yerdən sonra bunlar unudulduğu üçün dərsi danışmaq sadəcə əzbərə yönəlib. Yəni uşaq gəlib hər hansı bir əsər haqqında elə oradakı bir mənanı gözətmədən və yaxud orada başa düşdüyü, ədəbi əsərdən bir başa düşdüyünü danışmadan sadəcə əsərin yadda qalan hissələrini kim daha yaxşı əzbərləyə bilirsə əzbərləyir, kim daha pis əzbərcidirsə o yaxşı qiymət alınır və bu şəkildə davam etməsi tədrisə ziyan olan problemlərdən də biridir. Yəni belə uşaqlar dəstə hazır bilik üçün deyil, anlamaq üçün gəlməlidirlər. Ümumiyyətlə, yəni uşaqlara əzbərə yox, dediyimiz kimi burada saydıqlarımıza görə öz fikirlərini sınayan, səhv edən, danışan, toxunan və düşündüyünü paylaşan uşaqlar variantına gətirməliyik. Hətta mən bunu qardaşım üzərindən də bir nümunə verə bilərəm. Qardaşım magistr dövründə psixologiyada deyirdi ki, müəllim bizə əzbər üçün, yəni bəzi məlumatlar verirdi, bunları öyrənib gəlməliydik, amma mənim əzbərim zəif olduğu üçün gedirdim o sahə üzrə bütün kitabları oxuyub gəlirdim ki, ən azından bir çox şey oxuyum, yadımda qala biləcək bəzi hissələr olsun və bu şəkildə deyir, ən azından hətta bu mənə əzbərləyə bilməməyim mənə çox şey öyrətdi ki, daha çox kitab oxuya bilim. Digər mövzumuz Azərbaycan təhsil sistemi və müəllim mərkəzli təhsil sistemi. Ümumiyyətlə, bu Vygotsky və Piaget-nin təhsil yanaşmaları daha çox şagird yönümlü təhsil yanaşmaları olduğu üçün və bizim də təəssüf ki deməyək, ümumiyyətlə dünyada təhsil sistemləri böyük ölçüdə iki hissəyə ayrılır. Hələ ki üçüncü hissə çıxmayıb, amma yəqin ki yaxın dövrdə bu rəqəmsal mərkəzli təhsil sistemi olar. Azərbaycan da bildiyiniz kimi müəllim mərkəzli təhsil sistemidir. Burada müəllim mərkəzli təhsil sistemində öyrənmə prosesinin əsas rolu müəllimin oynadığı, şagirdin isə pasiv dinləyici və icraçı olduğu bir təhsil modelidir. Bu sistemdə əsas məqsəd məlumatın ötürülməsidir, anlamın qurulması, yəni mənanın qurulması deyil adətən. Çünki müəllim gəlir, dərsi danışır, şagird də dinləməli və icra etməlidir. Başqa da bir şey gözlənir uşaqlardan. Belə buradan da dediyimiz kimi, bilik mənbəyi müəllimdir. Müəllim doğru cavabı bilən, şagird isə onu qəbul edən şəxs sayılır. Yəni təlim bir istiqamətli informasiya axını kimi qəbul olunur. Dərsin mərkəzində məzmun dayanır, şagird yox. Yəni hər hansı bir mənə məzmun varsa, onu gəlib müəllim ötürür. Yəni getməlidir. Şagird də bunu burada anlamalıdır və ola bilər ki, onun tətbiqində və yaxud digər hissələrində sıxıntı yaşasa da, bu sadəcə o məzmunu əzbər şəklində də alsa, böyük ölçüdə kifayət edir. Yəni dərs planı şagirdin marağına, fərqlənməsinə, fərqlərinə və səviyyəsinə görə deyil, proqram və kitab üzərində qurulur. Yəni bütün uşaqlara eyni materiallar oxudulur, eyni materiallar öyrədilir və heç kimin burada fərdiliyi nəzərə alınmır. Qiymətləndirmə nəticə yönümlüdür. Yəni sınaqlar və imtahanlar əsasən əzbərlənmiş biliklər yoxlayır, düşünmə və tətbiq bacarığı yoxlanılmır. Hətta bununla bağlı son dövrlərdə 9-11-ci siniflərdə açıq sualdan riyaziyyat suallarını görə bilərik ki, az da olsa buna bir yaxşı mənada bir imtahanlardan yeniliklər əldə olunur ki, uşağın bir baxıma o sualı həll etmə mərhələsindəki düzgün gedişatına uyğun olaraq da yəni bəzi ballar ayrılıblar, 0, 1, 2. Yəni belə bir bal da olsa verə bilirlər, amma bu kifayət deyil məncə. Çünki uşağın o düşüncəsinə, uşağın tətbiq bacarığına heç bir şəkildə önəmsəməyəndə bu sadəcə yenə də əzbərdən başqa bir şey olmur. Bu da təbii ki, ən böyük problemlərdən biridir. Avropa təhsil sistemi oranın insanları ilə bizim insanlarımızın arasındakı fərq də məhz burada özünü göstərir. Bilirsiniz, bizdə ingilis dilindən, yəni universitetdə 700 bal toplayıb girən uşaqlar var, amma ingilis dilində danışa bilmirlər. Və yaxud da ki, riyaziyyatdan siz ona inteqraldan bir sual verin, rahatlıqla həll edəcək, amma onun qısa bir tətbiqi ilə bağlı olan və yaxud onun ifadəsi ilə bağlı soruşduqda çox ciddi çətinliklər çəkir. Hətta mən bunu bir neçə seminarda da təkrarlamışam. İndi də təkrar edə bilərəm ki, özüm əvvəllər kursda rəhbər kimi fəaliyyət göstərəndə riyaziyyat müəllimləri ilə test, yəni bu işə qəbul vaxtı müəllimlərlə görüşürdük. Müəllim 40 sualdan 40-ını da cavab verir, amma triqonometrinin girişini düz edə bilmir və yaxud kompleks ədədlərində nədən kompleks ədədləri izah et deyəndə birbaşa ilə başlayır, i kvadrat bərabərdir -1, amma i kvadratın hardan mənfi olduğunu, diskriminantdan necə gəldiyini, ümumiyyətlə diskriminanta qədər gələn o bir
sollu tənliklər mi deyilir Azərbaycanda, kvadrat köklər hissəsinə toxunmur. Yəni uşağa sadəcə i kvadrat -1 və yaxud da ki, trigonometrdən sinus kvadrat plus kosinus kvadrat üzərindən özü elə öyrənib və uşaqlara da belə öyrədir. Çünki tətbiqdə bunun problemini yaşayırıq. Bilirsiniz, ümumiyyətlə, hər hansı bir öyrəndiyimiz bir məlumatı təcrübəmizə yönəltməyəndə bundan çox geridə qalırıq. Çünki baxın, tətbiq baxımından sıxıntılar yaşayırıq. Tətbiq baxımından sıxıntı yaşamaq da bilirsinizmi nə deməkdir? Uşaqlar innovativ ola bilmirlər. Uşaqlar bunu həyatda tətbiq edə bilmədikdə çalışdıqları iş yerlərində bunu tətbiqində sıxıntılar yaşaya bilirlər və bu da bizi digər dünya ölkələrindən geriyə atmış ola bilər. Yəni bu günlərin biz Avropadakı uşaqlardan və yaxud indiki öz həmyaşıdlarımızdan niyə geridə qalırıq? Bu yönlü. Yəni onlar oxuduqları, öyrəndikləri hər bir məlumatı öz təhsil sistemlərinə uyğun olaraq daha çox həyata yönləndirə biliblər. Yəni bunun qarşılığını öyrənərəkdən, yəni qiymətləndirmə sadəcə nəticə yönümlü deyil. Yəni uşaqların hər birinin ayrı fərdi yanaşmaları, fərqlilikləri diqqətə alınır. Hətta Finlandiyadan bağlı bizim seminarımızdan o haqda da danışmışdıq ki, hər bir müəllimin ümumiyyətlə, düşünün, orada bələdiyyələrə uyğun olaraq da özləri tədris proqramı çıxarda bilirlər və hər bir məktəbdə hər bir müəllim öz sinifinə uyğun olaraq da tədris proqramı çıxarda bilər. Yəni bu bilirsinizmi nə üçün önəmlidir? Bir müəllim düşünün, qiymətləndirmə və yaxud tədris proqramı çıxarda bilir. İkinci bir məsələ odur ki, yəni uşaqların fərqliliyi nəzərə alınır. Yəni bu ikisi çox önəmli bir məlumat. Çünki niyə bilirsinizmi? Bu günlərin bizim, gəlin açıq danışaq, Azərbaycanda müəllimlərin birinə tədris proqramı yazaq, hazırlayaq dediyimizdə o nə qədər pedaqoji cəhətdən hazırdır bu prosesə və yaxud nə qədər adi bir pedaqoji universitetdən məzun olan bir müəllimimiz bu tədris proqramını həqiqətən də uşağın bu inkişaf mərhələlərini nəzərə alaraq, digər təhsil siyasətini nəzərə alaraq və yaxud digər təhsildəki o bir bütünü nəzərə alaraq tədris proqramını hazırlaya bilər. Çünki burada sıxıntı yaşayacaq. Çünki yenə də deyirik, biz məlumatları əzbərləyib keçdiyimiz üçün belə bir sıxıntı ilə yaşaya bilirik. Sinifdə passiv öyrənmə mühiti hökm sürür. Burada onu qeyd etmişik. Çünki şagirdlər az sual verir, az təcrübə aparır və az fikir bildirir. Müəllim isə izah edir, şagird də yazır. Yəni özəl məktəblərlə dövlət məktəblərinin fərqini burada görə bilərsiniz. Mən özüm eyni zamanda özəl məktəbdə də oxuduğumuz üçün o vaxt liseydə, yəni bunun fərqini çox hiss edirdik. Yəni özəl məktəblə dövlət məktəbinin arasında belə, yəni həqiqətən də bir düşüncə baxımından bir çox-çox fərqlilik var idi. Bu da nədir? Misal üçün biz dərsi laboratoriyalarda keçirdik, fizikanı, kimyanı, digər misal üçün informatikanı, yəni informatikanı biz kompüter üzərindən, yeni proqramlar üzərindən, yəni həqiqətən də tətbiq edərəkdən öyrənirdik və yaxud da hər hansı bir ingilis dilini biz öyrənəndə o vaxt yadıma gəlir kimlikdə ən azından dinləmək bacarığımızı artırmaq üçün mahnılar deyirdik və yaxud Harry Potterin o vaxtı yeni filmi çıxanda onu izləməyə çalışırdıq və yaxud bizim öz fikirlərimiz bizdən istənilirdi. Uşaqların hər birinin nəyisə hazırlayıb plan, proyekt kimi gəlib təqdim etməsi istənilirdi və s. Yəni buradakı uşaqları biz işin içinə qatdığımızda və çox açıq şəkildə də görünürdü. Yəni yaxşı və yaxud pis hissəsindən danışmırıq burada. Amma özəl məktəblərdə oxuyan, yəni təbii ki, bütün özəl məktəblərə aid deyil, özəl məktəblərdə oxuyan uşaqlarla digər uşaqlar çox ciddi şəkildə seçilə bilirdi. Öz fikirlərini ifadə baxımından, danışıq tərzi baxımından və s. Yəni bu da təbii ki, həm uşaqlara öz güvəninin qazandırılması və bu sadəcə boş öz güvən deyildi. Yəni demək istəyirəm, arxası dolu şəkildə öz güvəni şəkildə yetişdirilirdi. Yəni uşaqlar, yəni çünki biz uşaq vaxtdan dediyim kimi bu tətbiqlərin bir kimyanın hansısa maddələrin, düzdür mən kimyanı sevmirdim, hansısa maddələrin bir-biri ilə reaksiyona girdiyini biz canlı şahidi olurduq. Müəllim iki dənə o elementi qarışdıranda o rənginin qaralması, yanması və yaxud hər hansı bir şəkildə reaksiyaya keçməsini biz görə bilirdik, amma uşaqlar bunu sadəcə abstrakt olaraq maksimum düşünə bilirlər ki, bu ikisi belə yan-yana gələndə yanır və yaxud necə olur. Yəni bunu görməklə sadəcə əzbərləmək eyni olmur. Müəllim mərkəzi təhsil sistemlərinin problemlərindən də qısaca bəhs edək. Ümumiyyətlə, müəllim mərkəzi təhsil sistemi əsas diqqətini müəllimin izahına və məlumatın ötürülməsinə yönəldən ənənəvi modeldir.
Bu sistemdə öyrənmə passiv, təfəkkür isə istiqamətləndirilməmiş qalır. Əsas problemlər də bunlardır. Şagird subyektivliyini itirir. Şagirdlər öyrənmənin aktiv iştirakçısı deyil, sadəcə məlumatı qəbul edən obyekt rolundadır. Bu tənqidi və yaradıcı düşüncənin inkişafına mane olur. Ümumiyyətlə hər zaman elə 21-ci əsr bacarıqlarından danışdığımızda biz deyirik ki, tənqidi və yaradıcı düşüncənin inkişafı deyirik. Amma biz düşünək ki, biz 11 illik, misal üçün, elə müəllimlərimiz özləri düşünə bilərlər ki, biz hansı uşağa həqiqətən də bu iki bacarığı qazandıra bilirik. Yəni bizim şagirdimiz deyək ki, ibtidai sinifdirsə ibtidai, 11-ci sinifdirsə 11-ci sinifi bitirdiyimizdə biz bu tənqidi düşünmə və yaradıcı düşüncəni necə uşaqlara ötürürük? Yəni bunun bir sualını biz özümüzə verdiyimizdə əslində bir baxıma problemin ən azından problemlə qarşıya-qarşı olduğumuzu görə bilərik. Əzbərçiliyin artması. Uşaqlar anlamadan cavabları əzbərləyir, çünki dərs anlamadır, doğru cavabı tapmağa yönəlib. Hətta mən riyaziyyat dərsi dediyim vaxtlarda uşaqlar o qədər yəni fokuslanıblar ki, imtahan nəticələrinə, oradakı qısa yolları öyrənmək istəyirlər sadəcə. Yəni suala baxsın, cavabı 1-dirmi, 1/2-dirmi və yaxud 3/1-dirmi, necəsə olacağını qısa yoldan öyrət müəllim deyirdilər. Amma məntiqini anlamaqda biz necə, yəni bir baxıma da istəmirlər. Uşaqlar da istəmirlər. Çünki uşaqlara bu marağı yaratmaq gərək kiçik yaşlardan olsun. Yəni uşaq da 1 yaşdan sonra artıq özü də bunu bu şəkildə qəbul edir və bu yarışın içinə girmiş olur və bu yarışda da kim daha çox əzbərlədi, kim daha çox məlumat topladısa, o qalib sayılmış olur. Amma həyatda bu təəssüf ki, belə deyil. Fərdi fərqlərin nəzərə alınmaması müəllim mərkəzi siniflərdə bütün uşaqlar eyni öyrənmə sürəti və üsulu ilə tələb olunur. Bu isə həm zəif, həm də irəlidə olan şagirdlərin motivasiyasını azalda bilir. Təbii ki, güclü olanların geriyə ələnməsi və ya zəif olanların da o sinifin tempinə ayaq uydurması baxımından da sıxıntılar yaşanılır. Duyğu, yəni emosiya və sosial inkişafın arxa plana keçməsidir. Uşağın öyrənmə emosional bağlılığı az olur. Həqiqətən də yəni əzbər bir sistemdə uşaqlar yəni bilirsiniz, hətta cümləmi tamamlayım, çünki öyrənmə yalnız biliyin ötürülməsi kimi qəbul edilir. Öyrənməni biz sadəcə bilik alma və yəni akademik olaraq bir hissə kimi nəzərə alır. Yəni bunun bir emosiyasının olduğunu, sosial inkişaf baxımından arxa planının olmasını qəbul etmirik. Yəni bizə görə elə əzbərlə, çıx danış və yaxud bunu bu şəkildə öyrən kimidir. Amma burada uşağın o emosional bağlılığı çox önəmlidir. Müəllimin o səs tembirindən tutmuş, sinifin ümumi vəziyyətindən, o sinifdə uşağın özünü dəyərli hiss etməsindən və yaxud da misal üçün bununla bağlı təhsil sosioloqu, yenə də Pierre Bourdieu'nun çox önəmli yanaşmaları var. Ümumiyyətlə bir uşaq əgər özünü orada hiss etmirsə, o emosional bağlılığı yoxdursa, onun üçün o dərs bitmiş sayılır. Çünki o artıq başa da düşmək istəmir, yəni qulaq da asmaq istəmir və s. Müasir dövrün tələblərinə uyğun gəlməməsi, rəqəmsal əməkdaşlıq və problem həllinə əsaslanan bacarıqların inkişafı bu sistemdə çox zəifdir. Bir sonraki slaydımıza davam edək. Müəllim mərkəzli təhsil sistemində Piaget və Vygotskyinin nəzəriyyələrinin tətbiq olunması. Ümumiyyətlə, Piaget və Vygotsky nəzəriyyələrinin təhsilimizdə tətbiq olunmasını bəlli ölçülərdə biz görə bilirik, amma bəlli böyük ölçülərdə isə bunun artıq bilmirəm, unuduldumu deyə bilərik və yaxud da ki, yəni bunu özümüz də birazdan sual-cavab fikirlərinizi dediyinizdə deyə bilərsiniz. Yəni mənim üçün də maraqlıdır ki, yəni bunların tətbiqini biz hansı sahələrdə etməyi düşünürük və yaxud da ki, edirikmi? Çünki mənim belə uzaqdan gözləmlərim ona başa düşürəm ki, tətbiqdə ya sıxıntılar çəkirik, ya da ki, bunların qəbul etmirik, yəni qısacası belə deyim. Piaget və Vygotsky bu problemi aradan qaldırması üçün çox istifadə edilən nəzərə əsaslardır. Yəni ki, şagirdlərin daha yaxşı anlaması, daha çox başa düşmələri, onların ideyaları müəllim mərkəzli modeldən şagird mərkəzli və konstruktiv modelə keçid üçün bünövrə yarada bilir. Yəni təbii ki, biz indi yəni bu tətbiqlərin tətbiq olunma prosesindəki problemlərdən danışacağıq ki, yəni bunları bütün sinif səviyyəsində və yaxud çoxlu uşaqlar səviyyəsində bunları etmək çətindir. Amma ən azından nəyi bacarıqsa biz bununla etməyə mükəlləfik. Başqa da təbii ki, bizim müəllimlərdən daha çoxunu gözləyə bilmirik.
Burada Piaget nəzəriyyələrinə qısaca toxunsaq, bunu təbii ki, hər bir müəllim bilir, sadəcə mən qısa bir şəkildə bunlara vurğu edib keçmək istəyirəm. Yəni konstruktivizm, bilik, yəni inşacılığı nəzəriyyəsi uşaqlar bilikləri hazır şəkildə almır, öz təcrübəsi və müşahidəsi ilə qurur. Müəllimin vəzifəsi uşağa veriləcək cavabı yox, kəşf etmə imkanı verməlidir. Yəni biz bunu həqiqətən misal üçün məktəbə qədərdə və yaxud ibtidai sinifdə tətbiq edirikmi? Bunun üzərinə biraz düşünməliyik. Yəni misal üçün uşaq 3 + 2 cavabını əzbərləmir, 3 qələm, 2 qələm birləşdirərək 5 anlayışını özü yaradır. Hətta bu bilik inşacılığı, yəni quruculuğu nəzəriyyəsinin belə bir nümunə də verə bilərik ki, uşaqların Azərbaycan dilindən inşa yazmaq, yəqin ki, bu hələ də qalır. Biz o vaxtda inşa yazdırılırdı. İstədiyim bir mövzuda, hətta bu inşa sadəcə Azərbaycan dilindən deyil də, biz universitetə gedəndə də dil imtahanı verdiyimizdə inşa yazdırırdılar və yaxud da indi də görürsən ki, bir çox yəni universitetlərin özündə belə demək istədiyim inşa yazma mədəniyyəti hələ də qalır. Yəni bu inşa yazmaq məsələsi də elə məhz bu Piaget nəzəriyyələrindən biridir ki, yəni inşa yazaraq sən öz düşüncəni formalaşdırırsan, girişə gəlirsən, arqumentasyon edirsən, dəyərləndirirsən və bunu bitirirsən. Yəni inşanın prosesi öz beynində bu quruculuğu etmiş olursan. Sonra assimilyasiya və eyniləşdirmə, akkomodasiya deyə bilərik. Uşaq yeni məlumatı əvvəlki biliklərə uyğunlaşdırır, yəni assimilyasiya edir. Əgər uyğun gəlmirsə, yeni düşüncə strukturu yaradır. Buna da eyniləşdirmə deyə bilərik. Buna bir nümunə verəcək olsaq, uşaq əvvəl bütün dörd təkərli maşın şeyləri maşındır deyə düşünür. Sonra velosipedi görəndə bu fikrini dəyişməyə məcbur olur. Yəni bu təbii ki, ikinci hissədir, akkomodasiya adlanır. Ümumiyyətlə bu adların mən düşünürəm ki, türkcəsi daha yaxşıdır. Çünki bu həm adlar Azərbaycan dilinə tələffüzündə də problemlər yaranır. Yəni bunu türk formalarını tətbiq etmək mən düşünürəm ki, daha faydalı ola bilər. Sonra bayaq dediyimiz kimi, yəni səhv öyrənmə və öyrənmənin də bir parçasıdır. Yəni bu eyniləşdirmə də budur. Yəni uşaq birinci dörd təkərli maşınların hər birini, yəni bütün təkərliləri dörd təkərli maşındır deyə düşünür, amma velosiped gördüyündə artıq səhv etdiyini və yeni bir şəma yaratmış olur beynində və yaxud o var olan şəmanı bu formada da dəyişə bilir. Yəni bizim bayaqdan danışdığımız da elə budur ki, yəni öyrənmə, səhv öyrənmə də öyrənmənin bir parçasıdır. Yəni bir fənni ona görə and günü kimi öyrətməliyik ki, ilk başda uşaq səhv edir, uşaq danışdıqda orasını, burasını bükə bilir, amma heç kim buna orada uşağın lordu ağzından vurmur, tam tərsi daha çox danış, fikrini daha çox bildir ki, dilin inkişaf etsin deyə yanaşırıq. Yəni bu digər fənlərdə də uşağın digər öyrənmə, yeni məlumatları öyrənməsində də bu şəkildə olmalıdır ki, uşaqlar səhv üzərindən öyrənmə, yəni eyniləşdirə bilsinlər. Sonra ekvilibrasiya tarazlaşdırma prosesində öyrənmə daimi düşüncə tarazlığının pozulması və bərpası ilə baş verir. Yəni uşaq səhv etdikcə, düz cavabı tapmağa çalışdıqca düşüncəsini tənzimləyir. Yəni bu bir baxımdan da janqlyorun ipin üstündə gəzməsini tarazlaşdırmaya nümunə verə bilərik. Piaget-in burada uşaqlar üçün inkişaf mərhələləri sensomotor, əməliyyat öncəsi, konkret əməliyyatlar və mücərrəd əməliyyatlar dövrü də deyə bilərik. Sonra buradakı ən əsas hissələrdən biri də reflektiv abstraksiya düşünmə dərinləşməsi. Uşaq əvvəl necə edir sualına cavab tapır, sonra niyə belə edirəm sualına keçir. Bu refleksiya sayəsində anlayış formalaşır. Yəni burada sadəcə cavabı yazmaq yox, niyə belə topladım sualına cavab verə bilməkdir. Piaget-ə görə öyrənmə məlumatı anlamaq deyil, mənanı qurmaqdır. Uşağın düşünməsi, onun riyaziyyat məsələsini həll etmə tərzində, sual verməsində və səhvini anlamasında gizlidir. Piaget-in bu yanaşmalarının, yəni bu nəzəriyyələrinin tətbiqində necə biz tətbiq edirik və yaxud tətbiqdə hansı hissələrə bölə bilərik, onlar haqqında da biraz qısa danışacaq olsaq, yəni ümumiyyətlə müəllim dərsi izah edən deyil sadəcə, yəni uşağı kəşf etməyə yönəldən bir şəxs olmalıdır. Bunun tətbiqi, yəni bu təbii ki, bunu belə demək çox asandır, amma bunu o 40 dənə fərqli ailələrdən, fərqli sosial kapitallardan, fərqli habituslardan gələn uşaqların içində bunu etmək bu qədər, yəni danışılan qədər də asan deyil təbii ki. Amma bunu etmədiyimiz müddətcə də və yaxud buna biraz daha olsun yönəlmədiyimiz müddətcə də, yəni nəticələrimiz hə, nəticələrimiz aşağı-yuxarı
yəni dəyişməyəcək. Yəni ola bilər ki, Azərbaycan səviyyəsində dindən gedib yüksək nəticələr əldə edə bilərik, amma bir sahibkar ruhlu insanın yetişməsində, düşünən insanın yetişməsində və yaxud da beynəlxalq səviyyəli bir elm adamlarının yetişməsində problemlər yaşanmış olacaq və bu yaşamağa da davam edəcəyik. Uşaqlara yaş səviyyəsinə uyğun mənalı təcrübələr və oyunlar təqdim edilməlidir. Bəzən də dediyimiz kimi də, yəni müəllimlər uşaqlara, müəllimlər deyil, valideynlərin təbii ki, təkidi ilə bu olur. Uşaqlara daha çox məlumat ötürmə, daha çox məlumat ötürmə, yenə də daha çox məlumat ötürmə məsələsi gündəmdə olur. Amma misal üçün deyək ki, var olan bir məlumatı uşağın anlayış səviyyəsində ona praktiki təcrübələrlə qazandırmaq düşünürəm ki, daha faydalı olar, nəinki daha çox məlumat ötürülsün. Orada sonra riyaziyyatda misal üçün uşaqlar ədəd anlayışını hazır şəkildə deyil, saymaq, müqayisə etmək, qruplaşdırmaq, dərk etməklə anlaya bilər. Yəni bunun siz daha çox Finlandiya və yaxud da elə Yaponiya təhsil sistemlərində bu uşaqların qruplaşma şəklində və yaxud da elə praktikaya uyğun olaraq riyaziyyatı necə öyrənməyə çalışırlar. Bununla bağlı araşdırmaları da oxuduğumuzda, yəni görə bilərik ki, uşaqlar, yəni bu Piaget yanaşmalarını bu şəkildə davam etdirdiyimizdə biz yaxşı nəticələr əldə edə bilərik. Burada inkişaf mərhələlərindən danışanda uşaqlar ümumiyyətlə hər hansı bir inkişaf mərhələsindən yəni keçdikdə bir sonrakı müzərrəd anlayışa keçə bilirsə, bir dənə nümunə verə bilərəm sizə. Yəni uşaqlara bir şey onsuz da daha çox elətdirdiyimizdə o bir sonrakı mərhələyə keçid eləyə bilər. Bunu da nümunə üzərindən elə mental arifmetika üzərindən deyə bilərəm. Mental arifmetikada diqqət edilsə uşaqlar birinci əllə toplayır. Sonra isə bunu zehninə artıq, yəni o qədər sürətli edirlər ki, zehinlərində etmiş olurlar. Yəni təbii ki, bir neçə bu əzbərə hissələrdən sonra uşaqlar bunu abstrakt formada düşünə bilirlər. Amma bunu daha da yaxşı praktikaya tökmək üçün, praktik olaraq başa düşməsi üçün uşaqların bunların mütləq şəkildə həyatla əlaqələndirməliyik. Çünki bizim çox təəssüf ki, bunu hər dəfə deyirik, amma elə bu seminarda da deyək ki, misal üçün riyaziyyat sualları neçə illərdə artıq dəyişmir və günümüzə xitab etmir və dünya təhsil təcrübəsində riyaziyyata da, yenə də beynəlxalq riyaziyyata da uyğunlaşmır. Hətta bununla bağlı ən son Elm və Təhsil Nazirimizin çıxışında da daha çox biologiya sualları üzərindən səhv etmirəmsə nümunələr verdilər. Yəni bu eyni zamanda riyaziyyatda da belədir. Çünki bizim sual nümunələrimiz hələ də yəni istədiyimiz səviyyədə deyil. Çünki yenilik içində yoxdur, həyat təcrübəsi içində yoxdur, uşaqların gündəlik problemləri ilə əlaqələnməyib. Yenə də x plus 10 bərabərdir 50-dirsə, x-i tapın və yaxud da ki, kadri çayın axınına buraxıb geri qaytarmaq və s. bu kimi sual tipləridir. Yəni, bu kimi sual tiplərindən çıxaraq, bu Piaget-in suallarını tətbiq edərək, təcrübələrlə öyrənərək düşünürəm ki, daha yaxşı nəticələr əldə edə bilərik. Vygotskyinin nəzəriyyələrinə qısaca toxunsaq, təbii ki, Vygotskyinin uşağın öyrənməsinin sosial, mədəni və dillə əsaslanan bir proses kimi izah edir. Onun yanaşmaları Piagetdən fərqli olaraq uşağı tək öyrənən fərd kimi deyil, insanlarla qarşılıqlı əlaqədə inkişaf edən sosial varlıq kimi görür. Yəni, təbii ki, Vygotskyinin də dediyi uşağın bəlli bir yaş aralığına görə bəlli bir anlayış səviyyələrinin olduğudur, amma burada daha çox sosial inkişaf nəzəriyyəsini əsaslanan bir nəzəriyyələr ortaya qoyur. Biz bilirik ki, ümumiyyətlə Piaget bir bioloqdur əslində və təbii ki, hər şeyi bir bioloji mərhələlər şəklinə çevirməyə çalışır. Amma buradakı onun da unutduğu və Vygotskyinin üzərində daha çox durduğu sosial hissələri uşağın inkişafında çox önəmlidir. Elə sosial inkişaf nəzəriyyəsi uşağın zehni inkişafının insanlararası münasibətlərlə daha da inkişaf edə biləcəyini vurğulayır. Öyrənmə əvvəlcə sosial səviyyədə, sonra fərdi səviyyədə formalaşır. Uşaq toplama əməliyyatını əvvəl müəllimlə və ya valideynlə birlikdə, sonra tədricən tək başına yetirə bilir. Tək başına yerinə yetirə bilir. Bu daha sonra Vygotskyinin üzərində durduğu yaxın inkişaf zonası mənim ən çox sevdiyim bu və ən çox da nümunə verdiyim
nəzəriyyələrdən biridir. Yəni bu uşağın tək başına edə bilmədiyini, amma köməklə bacara biləcəyi öyrənmə sahəsidir. Müəllim və yaxud daha bilikli şəxs bu uşağa bu zonada dəstək olarsa, daha yaxşı nəticələr əldə edə bilərlər. Bunun ən yaxşı nümunələrindən biri də Yaponiyadadır. Yəni o akran vasitəsilə öyrənmə deyə bilərik. Yəni uşaqların bir-birindən öyrənməsi çox daha yaxşı ola bilər. Yəni bu hətta kiçik yaşlarda deyil, universitet dövründə də biz uşaqlarla imtahan öncəsi yəni həftələrdə kitabxanalarda olanda mütləq şəkildə bir-birimizə dərsi ya izah edərdik, ya danışardıq və hər dəfə bir-birimizdən nəyisə öyrənə bilirdik, nəinki müəllimin öyrətdiklərindən fərqli olaraq belə deyərdim. Yəni müəllimlərdən öyrəndiyimiz öz yerində, amma öz akranının, yəni o birisi necə həm aşağı-yuxarı eyni səviyyədə olursan şagirdlərlə və onun anladığı səviyyə ilə səni ötürməsi daha sadə və daha dilinə uyğun leksikonda izah etdiyində sən daha yaxşı qavramış ola bilirsən burada. Məsəl üçün, uşaq tək başına 12+9-u hesablaya bilmir yaxın inkişaf zonası olaraq, amma bir valideynin vasitəsilə buna yeni onluq yaranan halı izah etməsi ilə uşaq bunu öyrənə bilər. Yəni, bu mövzularda belə deyərdim, uşağa təbii ki, misal üçün deyək ki, 2-ci sinifdirsə, onluq yaranmayan halı öyrənib, sonra onluq yaranan halı valideyni və yaxud yaxın ətrafı ona öyrətməsi ilə bu kimi məlumatları ala bilər. Amma bəzən də bunun bu yaxın inkişaf zonasını abartmaq doğru olmayacağını düşünürəm. Çünki 4-cü sinifdə, 5-ci sinifdə uşağa hələ bunu tez bir zamanda indidən öyrənməyin önəmi yoxdur, amma uşağa bu öyrə bilərsə, bu da uşağın bir baxıma geriyə getməsinə də səbəb ola bilər. Scaffolding dəstəkləyici bələdçilik burada vurğulamışıq. Müəllim uşağa mərhələli dəstək verir, uşaq bacardıqca bu dəstək azaldılır. Məsəl üçün, müəllim elə bu hazırlıq vaxtında müəllimlərin etdiyi də bu olur adətən. Uşağa sualların həllərində kömək olur, yavaş-yavaş tədricən bunu azalır və bir yerdən sonra uşaqlar sualları daha rahat həll edə bilirlər. Dil uşağın düşüncə alətidir. Vygotskin ən çox önəmsədiyi nəzəriyyələrdən də dil və düşüncə, hətta Mişleniya Reç adlı bir əsas məqaləsi var rus dilində yayınlanan və dünyaca ən məşhur kitablarından biridir, deyərdim, məqalələrindən biridir. Burada da uşaq əvvəlcə başqalarının dediklərini təqlid edir, sonra daxili nitq, yəni öz-özünə düşünmə formalaşır. Nümunə uşaq misalı həll edərkən bir dənə buradan aldın, bura qoydun, deyə-deyə düşünür və daxili danışığı bu başlanğıcı sayılır və bu daxili başlanğıc artıq onun düşüncəsini tam şəkildə formalaşdıra bilir. Sonra mədəni vasitəçilik və yaxud da emosional və sosial motivasiyaya da toxuna bilərik və ən əsas da burada Vygotskin yanaşmasının tətbiqi hissəsində biz danışa bilərik. Yaxın inkişaf zonasına əsaslanan müəllim yardımçı və bələdçi rolunu oynamalıdır. Yəni, təbii ki, bunları müəllimlərimiz edirlər, amma biraz daha ola bilər ki, sinifdə hansısa şagirdə və yaxud o fərqliliyi müəllimlər daha yaxşı tuturlar. Yəni, təbii ki, burada Azərbaycan müəllimi bunun ən yaxşı bacaranlardan biridir. Yəni, bunu daha fərqli variantda uşaqların inkişafına tətbiq etdiyimizdə yaxşı nəticələr də əldə etmiş oluruq. Mən özüm 11-ci siniflərə, təbii ki, yəni kiçik uşaqlara deyil, 11-lərə dərs deyirdim abituriyent hazırlığı vaxtında riyaziyyatdan. Yəni, bu yaxın inkişaf zonasını çalışırdım ki, elə o vaxtdan bir baxıma tətbiq edək, yəni uşaqların nəticələrinə təsir edir. Yəni, biz hansısa bir yerdə uşaq əxsayırsa, ona bu scaffolding, yaxın inkişaf zonası və yaxud da uşaqların bir-birinə öyrənmə metodlarını onlara cəmləyərək, yəni öyrətməyə çalışırıq. Bax, bir-birinizdən də öyrənə bilərsiniz və yaxud da yaxın qohumlarınız varsa, onlardan da öyrənə bilərsiniz. Yəni, valideynləri də buna yönləndirməyiniz yaxşı ola bilər. Hətta mən yadıma gəlir, bizim uşaq vaxtı mənim bir əmmi oğlu vardı, tətbiqi riyaziyyatda, yəni indi də var, tətbiqi riyaziyyatda oxuyurdu. 5-6-cı sinifə qədər mənim çətinlik çəkdiyim suallarda atam və bu əmmi oğlu mənə köməklik edirdi. Sualları, yəni başa düşmədiyim yerləri izah edirdi. Yəni, nəyi demək istəyirəm? Sırf hər bir şeyi müəllim özü də izah etməlidir ki, yəni məktəbdə də öyrənməyə bilərsən, valideynindən soruş, yəni yaxın dəstək almağa uşaq özü də can atmalıdır. Hər bir şeyi düşünməməlidir ki, müəllim elə gələcək ondan öyrənəcək və yaxud yaxın inkişaf zonası elə müəllim olmalıdır, scaffolding müəllim olmalıdır. Yox, valideyni, atası bəlkə riyaziyyatı bilirsə, izah etsin, Azərbaycan dilini bilirsə, izah edə bilərlər.
Müəllimlə şagird, yaxşı şagirdlər bir-birindən öyrənərək sosial qarşılıqlı öyrənmə mühiti də yarada bilərlər. Dərs prosesində dil, dialoq, əməkdaşlıq əsas vasitələr olur. Bu yanaşma uşaqlara tənqidi düşüncə və sosial bacarıqlarını da inkişaf etdirə bilir. Tətbiqdə qarşılaşılan çətinliklər nədir? Yəni mən deyərdim ki, müəllimlərin ən çox problem yaşadıqları hissələr nədir? Bu nəzəriyyənin praktik tətbiqi, xüsusilə Azərbaycan təhsilinin bir sıra çətinliklərdə üzləşə bilirik. Yəni bunlardan biri də ənənəvi təlim vərdişləridir. Bir çox müəllimlər hələ də dərs deyirəm, öyrədirəm yanaşmasından belə deyərdik ki, əl çəkməyiblər. Bu Piaget-Vygotsky modelində müəllim bələdçi prinsipinə ziddir. Yəni hələ də biz necə açığı deyək ki, uşaq çox olanda və yaxud müəllimin motivasiyası az olanda ən müəllimə, yəni uyğunu elə o rahat olur ki, gəlim əzbərə danışım və çıxım. O tez-tez o biz uşaq vaxtı da eşidirdik ki, istəməyən çıxsın, mən danışıb çıxacağam o sizdən, məni yormayın və sairə kimisindən. Yəni ənənəvi təlim vərdişlərindən əl çəkmədiyimiz müddətcə bunlarda yəni bu tətbiqdə qarşılaşdığımız çətinliklərdən biridir daha doğrusu. Sinif ölçüləri və vaxt məhdudiyyətləri, bəzən müəllimlərlə bunu biz tez-tez danışdığımızda müəllimlər deyirlər ki, bəs Orxan sinifimiz şagird sayımız çoxdur, vaxt məhdudiyyəti var, uşaqlara çatdıra bilmirlər, valideynlər başqa şeylər tələb edirlər. Bunların qarşısını ala bilməyimiz mümkün deyil. O baxımdan bunları tətbiq edə bilmirik. Yəni şagird mərkəzli təlim daha çox vaxt, fərqli yanaşma tələb edirsə, kütləvi siniflərdə pratik baxımdan çətin olur. Bu mövzuda müəllimləri qınamırıq, amma yəni sadəcə ümumi olaraq biz bir danışmaq istədik ki, bu mövzulara yəni bunları tətbiq etdiyimizdə nəticələr gözləyə bilərik. Amma tətbiq etməsək, bunları bu şəkildə davam etdirdiyimizdə nəticələrlə özümüz də qarşı-qarşıyayıq. Yox, biz düşünürüksə ki, nəticələr yaxşıdır və gedişatımız yaxşıdır düşünürüksə, o zaman heç bir şey dəyişməyə ehtiyac yoxdur. Amma açığı deyək ki, hər birimiz görürük ki, bu gedişatda, yəni bu tərzdə öyrənmə metodlarında uşaqlarımız yəni sadəcə əzbərləyirlər. Nəsə öyrənmələri çox çətinləşir. Qiymətləndirmə sistemi, yəni ümumiyyətlə qiymətləndirmə sistemi ən böyük problemlərdən biridir təbii ki. Mövcud imtahanlar nəticəyə yönəlib, yəni heç bir şəkildə uşağın anlama, düşünmə, əməkdaşlıq kimi proseslərini ölçmür. Ancaq elə x + 5 = 10 həll et, cavabı tap, nəticə əla olacaq. Yəni bunun üzərinə formalaşıb. Yəni bu baxımdan da müəllimləri qınamırıq. Çünki bir dəfə biz müəllimlə bir söhbət edəndə bununla bağlı müəllim deyir ki, oxu mən tamam bunları edirik, danışırıq, uşaqların nə gözəl və s. amma valideyn gəlib bunu tələb etmir. Valideyn sonunda gəlir ki, mənim uşağım filan kursda imtahan verdi və nəticəsi zəifdir. Yəni buna nə deyə bilərsiniz? Orada artıq o sizin dediyiniz düşünmə, uşaq səhv etsin, öyrənsin və s. Sözdə qalmış olur. Bu baxımdan da müəllimlər tamamilə haqlıdırlar. Amma mən düşünürəm ki, bunu anlayan valideynlər də yavaş-yavaş artmalıdır. Sonra müəllim hazırlayır. Bir çox pedaqoji fakültələrdə Piaget-Vygotsky nəzəri şəkildə öyrədir, amma sinifdə tətbiq üsulları göstərilmir deyə düşünürəm. Bunu bilirsinizmi niyə belə düşünürəm? Çünki bunun tətbiqi hissəsində çox az gördüyüm üçün belə bir hissə əlavə etdim. Sonra bayaq dediyimiz kimi valideyn təzyiqi, uşaq çox yazsın, test çox həll eləsin, yəni bir baxıma uşağın düşünmə azadlığını məhdudlaşdıra bilər bu. Yəni məqsəd ancaq odur ki, çox test həll eləsin, çox yazsın, yəni çox düşünsün, mənasını başa düşsün, daha yaxşı qavrasın və s. deyil. Yəni uşağın valideynin məqsədi odur ki, hətta bir çox hallarda mən bunun özüm də şahidi olmuşam ki, valideyn görür ki, məsəl üçün uşağı sinifdə 90 bal alıb, bu da 90 bal alıbsa əladır deməli və yaxud 91 alıb, birinci olubsa əladır. Yəni oradakı uşaq nəyi səhv etdin və yaxud yazdıqlarını necə düşündün, yazdığın kimi hissələrə ümumiyyətlə toxunmurlar. Sonra texnologiyanın yanlış istifadəsindən də burada bəhs eləmişik. Rəqəmsal vasitələr çox vaxt təcrübə və əməkdaşlığı artırmaq üçün yox, sadəcə test və təqdimat üçün istifadə olunur. Halbuki bu vasitələr Vygotsky-nin sosial öyrənmə modelinə xidmət edə bilərdi. Müəllim mərkəzli təhsil sisteminin əsas problemi odur ki, öyrənmənin subyekti uşaq prosesdən kənarda qalır. Piaget-Vygotsky nəzəriyyənin təhsil sisteminə tətbiq olunduqda müəllim bir məlumat ötürücüsü deyil, öyrənmənin dizayneri və bələdçi rolunu oynayır. Ümumiyyətlə, öyrənmənin dizaynerliyi nədir deyə soruşsa,
Bunu ən yaxşı tətbiq edənlərdən biri Sinqapur modeli təhsildə müəllimlərin yəni sinfi dizayn etməsini danışa bilərik. Bununla bağlı tezliklə bir video paylaşacağam. Yəni orada o sinfi dizayn etmək, onun A-dan Z-yə şəkilləndirmək, uşaqları, bir təhsili tam olaraq ələ alıb bunu tətbiq etmək gözəldir, amma bir o qədər də təbii ki, çətindir. Amma bu keçid yalnız proqram və dərs planı ilə deyil, müəllim təlimi, qiymətləndirmə və məktəb mədəniyyətinin dəyişməsi ilə mümkün olacaq. Dinlədiyiniz üçün təşəkkür edirəm. Üzrlü sayəsiz bugün biraz narahat idim deyə biraz ola bilər səsim necəsə pis gələ bilər və yaxud da narahat olduğunuz bir yer olsa deyərsiniz. Təşəkkürlər. Aytəs xanım, sual varsa sualları ala bilərəm. Əgər sualları olan varsa səsləndirə də bilərlər, həmçinin rey bölməsində yaza da bilərlər. Orxan bəy, təşəkkür edirəm, minnətdaram. Allah şəfa versin, ilk öncə bunu deyim. Çox sağ olun bu maarifləndirici fikirləriniz üçün və bu dəyərli vebinar üçün. Minnətdaram sizə. Mən təşəkkür edirəm. Sual yoxdursa o zaman yekunlaşdıra bilərik. Əgər sualı olan varsa yazsın, mən səsləndirim. Aytəs xanım, mən çıxacağam. Hə, Orxan bəy, sualı olan yoxdur deyəsən. Bir daha təşəkkür edirəm. Çox sağ olun. Minnətdaram sizə dəyərli vebinar üçün və təklifimi qəbul etdiyiniz üçün. Çox sağ olun. Siz sağ olun, təşəkkür.